Salam, mən Pələng, Şah Pələng. Yaşar Selman! Yaşar Selman! Oy 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 oy! Nə sərin yerdə bura. Sakitçilik də. Selman, sen o üstlerden adrenalin yaşıyor. Səyahətlərim zamanı mənə ən çox gələn suallardan biri də odur ki, çox gəzənmi bilər, çox oxuyanmı? Mən elə düşünürəm ki, çox gəzənlə çox oxuyanın arasında bir fərq yoxdur. Necə gəzdiyinə, necə oxuduğuna bağlıdır hər şey. Amma səyahət zamanı necə oxumaq lazımdır? Yəni təhsil almaq lazımdır. Deyim sizə, sevstudy.az-a daxil olaraq fənlər və xidmətlərlə tanış ola bilərsiniz. Bəs nədir o Pələng desəniz? Deməli bu veb-sayt vasitəsilə biologiya, coğrafiya, fizika, kimya, riyaziyyat kimi dərsləri onlayn şəkildə keçə bilərsiniz. İngilis dili, rus dili, Azərbaycan dilini də öyrənə bilərsiniz. Ayrıca proqramlaşdırmanı və informatikanı da öyrənə bilərsiniz. Cəmi neçə manat? 20 manat. Ödədiyiniz 20 manat isə uşaq sığınacağında yaşayan uşaqlar üçün xərclənəcək. Maarifləndirici dərslər təşkil olunacaq. Uşaq evində yaşayan gənclərimiz üçün yeni bilik və imkanlar yaratmaq sizin əlinizdədir. Uzun, çox uzun zaman sonra yolun qırağındayam. Yəni avtostopla gedəcəm Telmanımı görməyə. Hardasa Telmanı da qardaş yanvardan görmürəm. Aprel ayındayıq, aprelin sonlarındayıq. Telmanı görmək nəsib olacaq. Dedim bir gedim Telmanımla bir video çəkim dana. İndi isə Şirvanın meşəliyindəyəm. Hacqabulla Şirvan meşəliyi deyirlər bura. Çünki Hacqabul o tərəfdir, bilmirəm. O yaşıl dağları görürsüz ya yox. Bu da Şirvanın yaşıl dağlarıdır. Yaşıllıq yəni. Görsən gül, çiçək, hər şey var. Ələtə gedəcəm, bilirsiniz, köhnə videolarıma baxanlar bilir. Buradan gedəcəm Ələt Astara yoluna, oradan isə Üzüm Masallıya doğru gedəcəm. Telman dedi ki, səni gül çiçək olan bir yerə aparacam. Dedim, qadan qalarım. Yasifdə. Hadi bakalım. Görək, saxlayacaq mı, saxlamayacaq. Qarma qarışıqlıqdır biraz. Maşınlar çoxdur, içi də doludur. Çünki həftə sonudur. Ona görə. Bunlar saxladılar, bunlar böyük ehtimal Bakıya gedirlər. Qardaşı götür. Bizə düşər maşın. Düşər inşallah. Nə oldu? Yer dəyişirlər. Okey. Uşaqlar, buradan Ələtə hardasa daş çatlasın yarım saat. Ələtdən də Masallıya bir 2 saat yarım eləyər. Səhv bilirəmsə yorumlara yazın. Ya Allah, birini saxlayın gedək. Yolda qoymayın adamı. Aylar, illər sonra bir dənə avtostopla yol gedirik. Sağ ol əmi, sağ ol, başlığa dönüm. Məsələn, Şirvanın coğrafi örtüyünü göstərim sizə. Görürsünüz necə güllərimiz bitir. Ay salam əleykum qardaşım. Görürsünüz necə güllərimiz bitir qardaşım. Görürsünüz, bax, arı bal yığır. Görürsünüz, görürsünüz. Güldür ya, tikan olmağına baxmayın. Yaşıllıq, çiçək, böcək, arımız da var. Mən Əlibayramdanam, Şirvandanam. Bir çoxu lağ eləyir. Qaqa, orada meşə mi var? O, gələ, baba, bu yaşıllığa bax. Ağac mı istəyirsən? Tapaq sənə, budaq. Ay, salam əleykum. Biriniz də saxlayın da, mən salam vermək üçün durmuşam burada. Salam əleykum. Hansı tərəfə geçsin? Bakıya. Ələt yolunda düşəcəm, amma taksi sizsə minməyim. Mən avtostopla səyahət edirəm. Ha, otur. Səndə pul istəyən oldu. Paputu! Paputu! Benim körüm. Ya Allah. Salam əleykum. Niyə hər şeyə pulla ölçürsünüz, bala? Valla zamanı onu tələb eləyir. Səssizlik oldu da. Deyəsən düşdüyüm. Siz hardan gəlib hara geçsiniz? Mən Sabirabaddan gələn Bakıya gedirəm. Allah yolunuzu açıq eləsin. Sağ ol. Soruşmadınız, amma mən də cənuba gedirəm. Yaxşı, sağ eləsin. Allah razı olsun. Allah işinizi van eləsin. Çox sağ olun. Əmican, çox sağ ol. Yolunuz açıq olsun, işiniz avan. Ya Allah.
Sağ ol. Elə gəldik Ələtə qədər. Normalda mənim gəldiyim yerdən bura birbaşa maşınla gəlmək olur. Yəni çox maşın dəyişdirmirəm. Amma burada dəyişdirəcəm çünki yolun üstündə Salyan var, Cəllabad var, Neftçala var eyni şəkildə. Bir də Masallı, Lənkəran tərəflər var. Xırda gedəcəyik. Qada. Bu yoldan heç kim istifadə eləmir. Belə gedən yoxdur. Ancaq oradan gedir. Gəldi o qüdrətli yerə uşaqlar, hansı ki buradan rahat olar. Orada da rahat oldu. 10-15 dəqiqə belə bir şey gözlədim. Bələ. Danışığım getdi Talış ləhcəsinə. Bələ. Onlar bələ demirəm. Özümdən basıb bağlayıram. Görürsünüz uşaqlar, şirvanalaq eləyirsiniz Əli Bayramlıya, Hacı Qabla. Bombozdur dağlar. Bir dəqiqə qaqaş. Olar ki, hə. Bax sözü qoyub sözə keçirəm. Görürsünüz, bombozdur. Bizdə biraz yaşıllıq var idi. Var. Biz örtü örtmüşük də üstünə. Özümüz istirahətə gedəndə çəkirik örtüyü, görürük. Yaşıllıq. Ekrana bir şey oldu. Hala oğlu, bir dəqiqə. Bir şey oldu ekrana. Saxladı. Başa dönərəm. Qaçmaq biraz problem oldu. Kürəyində çanta var deyə. Qabaqda bir yemək yeri var. İstirahət yeri. Orada bir tikə pomidor çörək yeyəcəm. Salam aleyküm. Necəsən mən qardaşım? Necəsən? Yaxşısınız? Hansı tərəfə geç? Neftçalaya qardaşım. O Neftçala yoluna qədər gələ bilərəm. Əlbəttə gələ bilər. Səni mən buramı dünyada hər yerdə izləyirəm. Allah razı olsun mən qardaş. Allah canlı Çox sağ ol. eləsin bura. Allah canlı dəyməsin. Mən dedim sən o şeydə o kitaylar oğurlarlar ya qardaşım. Yox bura götürənmədilər. Götürənmədilər. Yox, yoxladılar, götürənmədilər. Sən qardaş. Allah razı olsun. Allah sənə yolu həmişə açıq eləsin. Çox sağ olun qardaşım. Allah razı olsun. Yolun nə tərəfədir inşallah? İnşallah Telmanın yanına gedirəm. Telman oradır mən. Masallıya. Biz tərəfə gəlirsən ki. Bizim Telman var, Telman. Telmanın yanına gedirəm. Allah razı olsun. Heç nə uşaqlar, qardaşlar götürdülər. İndi hardasa bir rahat 20-25 dəqiqə gedərik də, yəqin ki. İnşallah. Təşəkkür edirəm. Çox sağ ol, var olasın. Çox sağ olun. Minnətdaram, sağ ol. Deməli uşaqlar, qardaşlar gedirdilər Neftçala tərəfə. Mən isə gedirəm Masallı tərəfə. Yoluma var. Telman da dayanmadan zəng edir. Deyir, hardasan? Deyirəm, ay gəlirəm. Nəysə uşaqlar, qardaşlar çox mehriban idilər. Sağ olsunlar. Çox belə dünya görüşü fərqli insanlar idi. Belə insanlarla tanış olanda xoşbəxt oluram. Çox gözəl insanlar idi. Belə yolda saxlayanlar, mən öncəki videolarda da demişəm, əsasən yol adamı olurlar. Vallahi heç kimin xətrinə dəyməsin. Belə yol adamı olmayan saxlamır. Yolda qalan, yolculuğu sevən adamlar saxlayır ki, bu qardaş sırt çantalıdır da, yəni İngilis dilində backpacker deyirlər. Sağ olun. İngilis dilində backpacker deyirlər. Bu götürüm də səyyahdır. Bilinir axı indi vidimizdən, fasolumuzdan. Neftçalıya da gələcəm Neftçalıya. Həmi yorulmayasan. Nə gülüdür bu, qərənfil? Bazar olsun. Əmi burada dayanıb uşaqlar. Əmi üçün də reklam eləyim. Bura haradır? Neftçala yoludur. Burada yazılıb görürsünüz. Salyan yoldur bura. Neftçala da var, Şirvan da var görürsünüz. Buradan gəlib əmidən gül alarsınız. Sağ ol əmi. Hə, olar bax. Çək. Hə, boğazımızı yaşlayaq gedərik. Yana gəlmişsə çay içməsin. Allah razı olsun. Satılır əmi güllər? Yox, indi siz zəifdir, çox zəif. Zəifdən. Allah kərim. İnşallah yaxşı olar. Deyir bu kişi hər şeydən qaçar, amma bir urzusundan qaça bilməz. Urzu elə bir şeydir. Allah verər ruzun qabağını keçsin. Əlbəttə. Sən özün hardan Səmi? Səlyanla. Hə, Səlyandan. Sol tərəfi Səlyan deyil, sağ tərəfi Şirvanla. Şirvandan gəlirəm mən, amma uzun yolla gəldim. Obüsü yolla gəldim. Obüsü yolla. Amma Neftçalıya hardan gedirlər? Neftçalar da Səlyanın kuruğundan dönürsən. Ay, sağ ol. Oradan sola dönüb. Birbaşa Neftçala yolu yoxdur buradan. Hə. Səlyanın üstünə gidiyor. Əmican, bu nə gül? Bu nədir bu sarı? Bunlar sarı çiçəklərdir. Sarı çiçək. Çox qəşəng. Bunu toyuq cücəyə verirlər deyəsən. Deyəsən toyuq cücəyə verirlər. Heyvan qarıya verir. Hə, verirlər. Böyük heyvanlar. Bilirəm, kənd uşağıyam mən də.
Heç nə, yenə çay-çay davam eləyəcək. Uşaqları o tərəfdən gəlirəm. Hələ də maşını saxlamayıb. Qolum ağrıyır. Anlamsız bir şəkildə qolum ağrıyır. Tanıyıb əl eləyənlər var. Maşına da götürsələr əl olur. Götürmürlər. Götürərlər ama. Külək vurur. Burnum qaşınır. Biraz burnum qaşınır. Sözünü açayım. Körpüyün keçeyim. Görüm nə olacaq. Salyan neftçala maşınları böyük ehtimal buradan gəlməlidirlər. Buradan maşın düşsə əla olur. Düşməsə də canımız sağ olsun. Həftə sonunda əslində, yəni Bakıdan gedən turistlər gedirlər cənub bölgəsinə. Düşər maşın. Qorxuya ehtiyac yoxdur, qadan. Salam aleyküm. Allah razı olsun. Hansı tərəfə gedirsiniz? Ben burada o istirahət yerində dayanıb bir yemək yiyəcəm, ondan sonra masallıya gedəcəm. Qardaş sağ olsun, saxladı. Salam aleyküm. Salam. Necəsiz? Allah razı olsun. Sən baxıram, tez-tez baxıram. Sağ ol. Mən də gedirdim masallı tərəfə. Allah razı olsun. Qardaş, yolu uzatdın, gəldin bura kimi. Çox sağ olasın. Cəlilabadlılara salam olsun. Çox sağ ol, Allah kömək olsun. Heç ona deyəmədim. Cəlilabadlılar. Oy, qapı getdi. Mən həyəcanlanam da özüm itirirəm. Çox sağ ol mənim qardaşım. Burada. Çox sağ ol, görüşərik inşallah. Sağ ol, brat. Sağ ol. Uşaqlar, Telmanı gözləyirəm. Yoxdur Telman. 25 dəqiqə əvvəl, bilmirəm səsim gələcəmi külək. 25 dəqiqə əvvəl yığmışam ki, Telman gəllər. Ay Telman! Nətərsən mən qardaşım? Ne var ne yok? Necəsən? Nefesən, vəziyyətsən. Necəsən? Hoş gelipsən. Zamanlaşmısan. Sağ ol var. Valla darıkmıştım Kur'an'a köpelek. Cəmdən qucaqlaşaq. Valla Kur'an'ın dostum çok darıkmıştım. Gel çık da. Salavatçılıqdır. Selamat gidək. Gedək. Hara gedirik? Hara ürəyimisin ora. Mahnımız da özünə. Ya Allah. Biraz səsini alayım. Ay sən. İnşallah hani gidelim Allah Muhammed Sən geldi. bizi hara aparacaqsın? Gəzmə. Gözürsün də. Ay. Atverka. Biraz səsini al, Telman, səssiz zəhmət olmasa. Başla. Getdi, Telman. Elə bizi xışlamasın ha. Yo. Ne var ne yok, Bize Telman. amansız yol verin. Ne var sen, ne edirsən? Bu günə də çox şükür valla. Ay Telman, bu maşın yaxşıydı, minmisən bunu. Bu nəyə yaxşıdır? 84-ün maşını da, leşdir də, başqasını. Ölmüş maşını verirlər mənə, sonra deyirlər ki, Telman maşını dağıdır. Amma sənin işin də onu tələb edir. Hə, işin tələb edir. Mən Gedirsən, gedirəm, gəlirəm ona görə, hə. Ne varsan, ne edirsən başqa? Salamatçılıq bu günə də çox şükür. Ne vaxtı görüşmürük, rahat 4 aydır görüşmürük. Ha, çox, ha, 4 ay, konkret, hə. 4 aydır görüşmürük. İndi hara aparsan bizi? Gedə burada çiçəklənmiş yerlər var, qəşəng. Yaşıllıq. Hə, yaşıllıq. Gedə girək ora, biraz eynimiz açılsın, görən nə. Yaraşıqlı olmuşsan ha, Telman. Hə, sağ ol, var. Zamanlaşmışsan. Mən cavan saxlayan muskadır, fələk. Musk olmasaydı, mən öncə qəbristanlıqdan baxardım. Ya Allah eləməsin. Valla, Quran olsun. İndi valla bu muska belə 50-50'ye insanı saxlayır da. Başqa nə var ne? Salamatçılıq şükür. Qızın neyini? Ya bir dənə də qəşəng qızım var, Nila. Akşam toydaydı. Gördüm paylaşmışsın. Ha. Sarı değil maşallah. Ha, sarı da. Ha. Sarısılıdır. Maşın sazdı ha, bu yana konkret bunda. Bak bu ne sesli gelin? Bu şar açılıb, bunda şar açılıb. Şarlar atı. Ha, bu
120'də bunda şər açılır. Ha. Telman yavaş, Telman. Baba. Yox, kollektor oradan açılır be qardaşım. Kollektor. Ha, kurt işi deşilib. Kurt işin. Ha. Kondisioneri də qoşmusan deyəsən. İsti vurur ha. Vay çanta getdi. Yo, onu demirəm. Ha, çanta getdi. Kondisioneri deyirəm, qoşmusan deyəsən. Yox, promoydu. Çox şey yox, de ona görə. İndi hara aparsan bizi? Gedirik də bu bir səhvdə o Telman elə bir biraz bərk gedirik, bəlkə yavaş sürəsən. mənim gözləmir. Avtomatdır, ona görə gözləmir də. Yəni bu Göz atır hə? Atır hə. Tiptronika, ay Allah. İçim çalatın da. Tiptronikanı qoş da. Belə gedək. Nəsə keyfin yoxdur elə bil Telman. Yo, bu yaxşıdır, belə küstür. Allah. Bir balaca keyfin yoxdur. Bir balaca, çıx qara. Yavaş Telman. Qadı alım yavaş. Bura gənclik tərəfdir. Gənclik. Bəli. Nərmanova geri burada. Ha, Nərmanov. Bakıya getmisən bununla? Bununla getdim də Bakıya. Nə atdılar getdin sənə? Mənə konum atdılar. Konum. Ha. Konum atdılar mənə, getdim ora. Ancaq getdim, gəldim, cərimə ilə getdim, gəldim. Niyə? Camaat durub gözləyirmiş, mən sürüb gedirmişəm. Vay vay vay. Avtobus xətti var orada. Hə. Ha, mən bilmədim. Sən qurban, ehtiyat elə, Baş. düzü beləmə. Baş. O da mənim xalam oğludur. Xalam oğlu. Ya Allah. En hoşladığım şey Telman'ın maşını sürmeydi. Ya Allah. Ay Telman. Qaldır burada, nə qədər? Ha. Ehtiyat, sənin başlıyordun. Bizdən bunu teyirəm. Ay Telman Bunu bak. sürəndə elə biləm. Hə. Qurana and olsun. Reallığımla deyirəm abi. Bunu sürəndə şükür edirəm ki, mənim də maşınım varmış. Yavaş. Kanalı bırakarsan ha. Həqiqi sabah. Biraz adrenalin yaşa Telman. Ay Telman ne düştü? Yok. Telefon düştü canım. Yok. Ha, ev yok. Altın vurarsan ha, kalanı bırak. Yavaş. Ha, sen ne varsan. Ha, böyle bunu çiğnez. Tamam Telman. Ha. Yine Yavaş. Rahat çek. Sür. Oranı. Ay baktı ki. Hayda, sen bunu çıkartamayacağım buradan. Çıkartacağım. Yok kaldı burada. Sen bura girəndə kardeşim, belki heç olmasa 70 yaşda sürət olmalıydı burada. Yok kaldık burada. Allah. And olsun Allah. Desene. Sana kaldık burada. Gözlə. Bu mən yetəlim də. Evet. Ay Pələn, sen niye dedin ki otur diye burada? Kur'an and olsun bərəkədə. Sen getdin, sen dedin buranı 70 yaşda sürdü, baş gördüm sen. Telman, sen sana çıxa bilər. Qaqa nətərsən? Vay. Ne poka çeşdin, tərəfən istələr. Gözlə oradan keçim. Telman bəlkə mən oturum qazlayım itəliyəsiz. Yo, sen bizi çimizləyəcəksən. Yo. Paltarı çıxarır, gelin. Qorxma. Telman qap bağlamır. Da, sındırdın and olsun Allah, bəlkə taxısın. Yaxşı. Ha, ehtiyat. Ay uşaqlar, batmışıq. İnjektor qoy xoda düşsün. Tələs. Çıxmayacaq. Qaldıq biz burada. Sən düşmə itəliyər. Bunu boş itələməliyik. Gəlirlər. Batdıq ay Telman. Bırak frençilər qarda kessin. Hə. Vay.
Telman. Gözlə. Düşmədi. Ay mən nə bilim bura belə dərindir. Saat dedim, bura 70 yaşdadır. Geçən qardaş. Geç sökə də burnunla bura. İtələ burnunla. Telman, bu niyə çıxmır? Ver, sana ver. Birlə fokus. Ne var? Bitti, bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Gələ Telman. Özüdür Telman. Gel gəldən də. İp yoxdur, iplə. Diye bu enjektirdim. Sen ne ala bu ortaya saldın, ne başladın sen? Ben burada ne işim var? Oturun arada. Sen başladın. Ben ortaya telif salsın. Ne kadar sana? Ben ne var tutup derinleşine Ayşe olur sıracak otursa. Oturdan otur. Qardaş sən ver arxaya. Ver. Vay. Bunlar beni ortaya saldı. Ya siz hardan geldiniz kardeş? O yüzden Siz de demiştik buraya gel. Aa Kur'an'a kıtsaldın amıkı. Neyle? Siyah varım diye. Ay cəmaatın inəyə qaçar. Aa, Telman, aksiyonumuz qurtarmır Telman. sen bana zibile salarsın yine amıkın ne? Ne fok yedik ya buraya geldi. Burada savcılar var. Sarı gül yeridir, çıxa bilmirik Telman. Onu bir sen bu kent zamanı yığışıp pul atışım ona ektiriblər bura. Yine Qardaşım niyə nəsə olar birdən? evet sıdım yine uzakbaşı biraz zızık ol. Ay nə getdi? Oy. Ara sen. Heyecanlanma Telman, yavaş Telman. Yavaş ay Telman. Yaşay Telman. Yaşay Telman. Özüdür Telman. Yaşay. Yes. Yavaş. Ay inekten oldu Telman, inek. Sağ ol. var ol. Yaşay Telman. Hızlı öfkeli Telman. Çantam düştü yere ay Telman. Ay Allah. Əla Telman. Gördün bir aksiyondu yaşadık Telman. Qardaş sen de sağ olasın. Abi çıkmırak kardeş. Mıx çıxmır. Mık çıkmır ya kardeş. Yavaş. Otur Telman, otur. Kes otur. Ay Allah. Qaqa bu qapın burada ne olar? Yo, ay sağ ol. Yo, yavaş. Ha. Ay Allah Telman, bu ne aksiyonuydu yaşadık. Allah'ım Mehmet yani. Ben dedim belki bizi yine aparacak. Onlar da elə bizim batmağımı gözlemiş. Yaxşı bu qardaşlar buradaydı. Sağ olsunlar, var olsunlar. Biraz möhkəm sürüm Telman. Dedin yavaş sür. Sağ ol Xalaqulu, sağ ol. Zəng gəlir ay Telman. Ha, uşaq var da. Bu nerede yaşadık Telman? Ha? Danışmağın dəhtdir. Ben dedim, sağ dedim ki oranın 70-80'dan git. Ay oraya 70-80'dan keçmək olar Telman. Yok. Oy. Getirdin soxdun bizi dağ dəriyə, Bunu bataqlığa. hara git yine bizi çeken olmayacak ha bizi. Möhkəm And sürüm. olsun Allah. Bereket al. Möhkəm sürüm. Yavaş. Oy. Vay maşallah. Ay şüşə silim ay Telman. Sil de. Vay uşaqlar. Çox atraksiyonlu yol. Ay inəyə vurarıq Telman. Sürüm içinde saklama batacaksan. Uşağı vurarıq ya Allah uzaq. Gözdə burada bir dənə saxlayaq. Saklamadan batacaksan. Batmarıq. Telman gələ bizi çək. Telman Allah haqqı çox aksiyonludur. Hayda. Uşaqlar, hal-hazır
Nətər çıxdım Telman oradan. Muka keçərsən ha, Türkün məsələn. Eyvah muka. Hara getsən bir yana? Batdıq qalacaq ha, burada su çox vermə. Batmar. Yavaş. Sən bilsən, neçə ilə sürsən? Nə küt də? 2 ilə 4-ün arası atıqdan bilmir. Şaqqıl deyil. Nə fikirləşirsən bu batmağımız haqqında? Fikirləşmirəm. Sadəcə maşınım biraz qısa qaplanmaya düşdü. Hə. Meyni qarışdı. Meyni qarışdı. Enjektir də, gələn bunu düşməyəsən üstünə. Oy bula, buradan keçin buradan. Ay ki. Bula. Oy bula. Qəşəng gəlmə. Oy bula, park çıxına park etsin. Sizə qəşəng hə. Sən də desən qəşəng. Yox, keçə bildin, nə ona qəşəng deyirəm. Yox, mən ona gəldirəm. Daha bayaq buraydı. Möhkəm. Oy. Vay. Qəşəng. Özüdür Telman, yavaş ol Telman. Biz yığılıb döyərlər, ay Telman. Yox. Biz nə gün deyək ki, bizi də kimsə döyə. Yavaş ol Telman. Telman 2 dənə daş var idi bövrəyimdə, hamısı düşdü. Bu asıl bövrəyin dərmanı da bu maşın. Səyahətlər zamanı maddi olaraq dəstək olmaq istəsəz, Coffee Al veb saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Ay Telman, vedrə döyürüyor, butulkadır, dur gəl. Bu da olsun ha. Gəl. Özüm düşmüşdüm. Bura bax. Remeni çıxıb. Remen çıxıb ya bu. Eyb yox, sağ olsun. Bax da remen çıxıb da. Ana. Valla. Hə, deyirəm. Onu sala biləcəyik. Bu nə salır ha? Türkiyə məsələyə nə salma? Deyəm. Oh, bilmədim motoru səsdir. Ziyarı yandı. Ha, onunla bəs. Biri. Hə. Onsuz mənim həyatım belədir, mənim yaşayışım belə olur da, Quran and olsun. Şükür bacına. Zülüm çəkmişəm. Motoru sökək. Yox, motoru sökməyəcək. Sən elə sökmək də avaram. Bax, bir dəqiqə gözlə. Nə danışsın, buna da şükür ha kişi. Yoxa nələ. Bunu sürürəm ha, elə biləm 4 fara sürürəm. Bu hara ilişib? İlişib ha. Burada keçməlidir bu. Deyəm. Ay sağ ol. Düzələşidir. Telman, görsən məni? Ha? Bu buradan keçməyəcək. Buranın bekara çıxmır. Kart, ehtiyat. Toplama hala. Mən barmağımı qoyayım. Yox. Mən deyəndə bir dənə zamok vuracaqsan, bu keçəcək ora. Vurun bağlayın, başa düşdü yavaş. Bir dənə var ha, zamoku vur çək də barmağımız alımı qoyarsın. Ay, ehtiyatlı ol sənca. Bu məsuliyyətini götürmək istəmirəm. Elə. Ana şey qaldı orada. De Allah. Ha, gəl, keçdi. Keçdi. Keçdi ancaq şürüf qaldı orada. Şürüf keçdi ki, xamudun böyürdü, bax. Qaldı şürüf. Hanı? Şürüf qaldı orada. Çıxart da. Çıxmır axıdı ya. Gözü. Tut bunu. Sağ ol. Şurup qalıb orada. Ha. Su. Ha, Otur ora kimi sürməyə Telman. Gəl bu şeyə letir, ha bura gedir ha. Gözlə Telman. Gözlə, oturma ora. Nereye götürüm qardaşım? Bir dəqiqə. Ayda Telman. Öldük ha. Biz nə yaşadıq Telman? O, Rimin qısa qapanmadan çıxdı ha. Elə. Qısa qapanmaya düşdü. Sən də gəlirsən, batırırsan orada. Ay Telman, mən nə bilim, Sən bilmirsən bu bizi ora niyə soxmusan? Sən bilmirsən bu enjektirdir, bunu gözləmək lazımdır. Gəlsən soxsan. Oğlan da itələdi, laf soxdu mənə suyun ortasına. Mən elə bildim 4 çəkərdi. Bir daha bu kurtuşu düzəltdirsəydim canım dincələrdi. Sür. Ya Allah. Gəl tutayım Telman. Məni. Bəlkə bir
oynayaq. Oynayaq da. Qurana. Elə bu yaşıl yerdə saxla, ürəyim Baqa. hə, qanım qaradı. Uşaq mağlubuz. Hə, qanım qaradı. Yaşıl yerdə saxla oynayaq. Sən maşın batdı. Bu da üstü başım da pis gündə bu əllərlə. Burada belə saxla. Yavaş kanala buraxasan maşını. Belə çap saxla. Qorxma. Çap saxla, deyə xəbər yox. O düşər ha kanala, qurana düz yerə. Dalı fırlandı, sən qaz verəndə. Elə bir... Ha, verdin, nə skorsa? Skor. Ha, Ama Telmanım. də. Kaç bir daha oynayalım. Sağ olun, biz elə çəkir sabah. Siz də sürprizim oldu. Hara getdin? Mən güməyim əlmi. Hələ yuyarsan da yol üstü. Yaxşı. Değil mi? Qabaqda oturanda qəşəng çəkmirsən. Ay bir kameranı belli eləyirsən. Kameranı belə bizə tut da. Bax kameranın çəkən tərəfi budur. Kameranı bizə tut. İndi o gülləri çəkmək istəyirsən yoxsa gedək o deyirəm. Ay söz deyirəm sənə. Başa düşdüm hə, kamera. Bax kameranı tut burada qardaşım belə. Süper. Boş ver, elin kiridi canı sağ olsun. Kamera. Yo, rimeni saldım. O Kameranı- rimenin qarası zaten çıxır. Qırılacaq, alacaq. Düz gedəcək. Yo, yo. Dönməli hə? Biz dönməliyik geriyə qardaş. Həmin o gülə getsənsə. Gül də çalamdı ha. Bilmirəm o gül, o yağışda o gül qaldı orada ya yox. Ehtiyatla. And olsa sən məni buraxacaqsan kanala. Yox, yox. Yavaş. Dur, Sən niyə? Gözlə də gözləyəcəkdir. O rimin nə tər çıxmış da o. Atraksiyon elədik də. Çox qaz verdi. İlişdi? Hə, gözlə. Hə, də 5 dəqiqə gözlə. Oba, getdi. Hidravlik işləmir. Bəli, bəli, bəli. Oba! Aha, deyəsən sən 3-dən 4-ün 2-nin yerini tapa bilsən. Yo, yo. Gözlə, ha, ver. Oh, 2-dir bu. 2 ver 3-ə. Keçdin. Ha, keçdin. Ha, 1-ə verdin, Allah Ay bir dur Allah haqqı. Ah, dostum, Allah görürsən başım qoyur yerə. Telefon bu dilini bir dənə sən bilirsən. Bunu dilim mən biləm, ha. Sola dönəcəyik. Yo, düz sür, asfaltı tez gedəklər. Harasa buradan ora 10 dəqiqəlik yoldur. 10 dəqiqə. Ay Allah, Telman nələr yaşadıq. Bu zor oldu bu muska. Oğlan da gəlməyən düşür. Darıxmışdı mən üçün. Hə, and olsun Ya Allah. Allah. Allah and olsun, bəlkə də. Çoxları sən məndən soruşur, deyir ki, Mən Hindistanda bəs olanda... pələng gəlmir, sən pələngçi. Ya. Mən orada olanda da səni yad eləyirdim. Taylandda olanda, Malayziyada olanda. Həmişə səni yad eləmişəm orada. Hə, sağ ol Allah. Uşaqlar, biz kamera arxasında daha çox əylənirik. Yəni bu heç nədir. Uşaqlar, səmimi deyim, havalanmanla bağlıdır o, qızması deyim. Səmimi deyim, çox darıxmışım, and olsun Allah. Elə bilirdim ki, nəyisə itirmişəm. Başma deyil. Qurban olub sən, bax, olduğun sən. Allah razı olsun. Biz bir-birimizə güclə tapmışıq. Güclə, hə. O Allah Taala belə O necə zaman deyim? günüydü, yolda Al, qarşılaşdıq. qurban olum Allah. O mənim o pis günümdə bu pələng qardaşım mənə tapıb, dəstək olun mənə hər cəhətdən. Hə, hər cəhətdən. Ona görə Allah gözəl Allahdır. Məsələn, gec eləyir, güc eləyir.
Bunu heç vaxt Allah'ı unutmayın. Gözüm ben bilmezdim ki benim büyük cinayətim. Buradan sağa dönüyorsun. Buradan Sağa çatmışıq deyirsən sağa dön. yaxşı dönmədin. Kişinin vurma aparatıyla. And olsun ona. Sağa dön deyirsən. Taborat fırsat işləmir. Buradan sağ var. Yox, aparatın işləmir ha. Bunu gəl. Çatmışıq deyirsən sağa dön. Yox, buradan sağa çıxın, sola vuracaqsan gedək. Bunlar da deyəcək bizə nəyə gəlibsən. Onunla qarşı. Bir dəfəyə dönəməyəcəksən. Ehtiyat da məncədə. Mənim gözüm binamını gördüm. Gözlə, Telman. Daha. Sən maşını sürmək. Hoppa. Özü göstər. Necə elədin? Sən hər skor istəyəşəndə mən parvizə kəllə atıram. Buradan sola tələsmə. Allah eviçsən. Necə görünür bura? Necəyəm Telman? Allah. Hızlı öfkəli pələk. Telman, sən maşını sürəndə adrenalin yaşayır. Güc gəlirsən. Allah. Bir məsafə saxladın. Gəl, hökümət kəndin işığını keçirsən. Ha, dostlar, bura Hals kəndi. Nə bilim sən ki. Bura dostlar, hal-hazır Masallı ən tanınmış kəndlərindən biridir. Qədiri kənd. Sözün deyən. Ay çağırım. Elə sən bunu sürürsən, and olsun Allah. Bərəkət ək. Elə bir sən bundan alırsan, qısa salsan. Uşaqlar, Telman bizi bura gətirib bu laləliyə. Ayda nə qəşəydi, bilmirəm, görsüz ya, yox. Gəlmək istəyən, kənardan gəlmək Ay Telman, söndürcə nə qəşəydi. Qəşən yerə gətirmişəm, gözəl yerə gətirmişəm. Gir orada bir şəkil çəkim, gel. O tərəfdən girək, yardan deyək. O başdan girək bəlkə ora. Gəl. Gözlə telefonumu gətirim. Ən belə şeyləri biz hansı ki Azərbaycan gözəl xanımları çox xoşlayır belə bir şeyləri. Lalələri. Lalələr, ona görə gətirmişəm ki hər kəs bilsin ki bu özdə bu kənd bunu yetişdirir ha burada. Romantik bir hərəkət idi mənə qarşı. Yo. Əgər nə olsun, pis mənada demirəm ki. Qardaşı gətirmişsən güllüklərə. Güllüklərə, Gül olan yerlərə. Görsən nə qəşəngdir. Burada ilan zad olmaz zaten. Yox, burada ilan, vurulan ilan, naxadı gəlib, küçüyü gəlib dəsmalla boğasın. Ay Telman, ora düşməyək. Elə bir dinamı baxdı, ora bax, gözəlliyə baxsan. Həqiqətən çox qəşəngdir. Bilmirəm kamerada görsüz ya, yox. Küləkdir özdə Telman. Gülümüz budur uşaqlar, lalə. Xatırlatma da Telman. Mən səni içinə sayılədin. Xırıqçı nədir Telman? Yox, nəsə bu getdir bu. Dostlar, mən buradan hamıya buradan salamlar deyirəm. Mən hızlı, öfkəli Telmandır. Mən deyim, mənim odur ki, bir dənə yaxınlaşın. Telman sən düşəcək, oradan gəlmir. Düşməzsən. Hara Bir xırtırlatdın? dənə qardaşım, bir dənə bura gəl. Hə. Mən istəyərdim ki, düzgün mənə başa düşər. Bütün Azərbaycan xalqı istəyərdim, xanımlarımız və bəylərimiz, bütün həyatları Gül kimi olsun. Bu gül kimi olsun. Kim mənim sözümdən razılaşırsa, yazar orada. Bu gül kimi olsun. Allah sənə ömür versin. Sağ ol, çoxsan. Heç kim həyatda neynim, necəlim deməsin. Amin. Vallahi and olsun, çox çətin bir şeydir. Kövrəldirsən bizi. Qurana and olsun. Mən özüm çox əziyyət çəkmişəm, zülm çəkmişəm. Həyatda məni tanıyan da tanıyır. Yəni mən də indi hiss edirəm ki, məsələn sən də yaşayış nədir, opsi nədir, bupsi nədir? Birinci maşından. Maşınımız da oradadır. Maşın da oradadır. Güllər qəşəngdir ama. Güllər super. Vay, çox qəşəngdir. Deyən bir şəklini çəkin burada. Gürzə olur burada. Vay. Telman, gəl ay Telman. Gəl. Səni çöldən tapmamışam, gəl. Eynəyi tax da. Qəşəng Telman. Telman onu sürə bilərsən, Niyə sürəm mən? hə? Xoddasın sürüm. Yo. Mən özümüz maskə sürəməmişim. Xoddan ama. Baxdın sən. Bir daha otur görək. Bir hasıl oldu bir. Formuz aslı mı? Gülü qoy qulağın durur. Elə ya, gözlə. Özüm sürəcəm, sən yavaş-yavaş buraxacam, skor sürətdən sən sürərsən. Otur. Sen bırak.
Motosikl, baykçı Telman. Bak qazad özüdür. Otur. Ay gülümüz getdi. Hə Telman. Sonra dersen. Sağ ol Telman. Ne sərin yerdə ha bura. Sakitçilik. Sakitçilik də. Görsən? Həyatda da adam, Neler yaşadık ay Telman. həyatda da adam istəyir ki, sakitçilik yeri gəlsin, olsun. Düşək aşağı burada. Ya sakitçiliğe qulaq as. Darıxmışdım mən üçün. Darıxmışdım. Mən də. Gəl çıx da. Sən aparacam xaricə. Xaricə? Xarici götürər məni. Mənim maşınımda pis günlərik. Bu maşınla yox. Özümüz ikimiz. İnşallah. Alınsa gedəcəyik Moskvaya. Moskvaya? Ha, gedək. Ya da İstanbul. İstanbula? İstanbul, Moskva. Moskva da istəyirəm, İstanbulda. Heç bir ölkədə olmamışam, yalan lazım deyir. Onda uşaqlar, mən belə bir şey deyim sizə. Telmanla bizim çəkilişlərimiz olacaq və sponsor olmaq istəyənlər varsa, aşağıdan Instagram adresimə yazsınlar. Biz Telmanla ya İstanbula ya da Moskvaya getmək istəyirik. Bütün sponsorlara qapımız açıqdır. Instagram adresinə yazarsınız. Biz də gedərik, gəzərik. İnşallah, ha, getmək istəyirəm. Laf icazə versələr öz maşınla gedərdim 06-la. Yox da sərhədlər bağlıdır. Bağlıdır. Gedək. Mən də istəyərdim gedim. Heç bir ölkədə olmamışam. Gedər inşallah. 3 günlük, 4 günlük gedərik. İnşallah. Xarici pasportum var. Var. Ümumiyyətcə hər bir insan sakitçiliyi sevir. Amma mən bu maşının içində sakit oturan biləm səsdən. Bir dənə maşını dəyişmək istəyirəm. Dırıltısı çoxdur. Gecə yuxuma da gəlir. Elə bilə mən bu maşını yetişirəm. Bir gecə yatanda belə elirsən. Səs götürür aləmi. Sağ ol. Pendir zad almışıq, çörək almışıq. Yumurta yox ha, pomidor. Yumurta, pomidor. Pomidor nədir? Qəşən burada bıçağımız da var. O axırıncı dəfə nə vaxt yumusan? Bundan axırıncı dəfə nəsə kəsmişəm. Sən hansı canlını bundan qətlə yetirmisən? Bilməm, nəsə bundan kəsmişəm, biraz şirəli fasondur. Eybi yoxdur. Bunu orada kanan suyu var, qurbağalı su. Ah, yax. Gəl. Gedək. Dostlar, üzrdə hesab edin. İndi ekran qarşısında durub baxırsınız, biz Bunlar da yemək yeyəndə baxırlar. Səninlə görmək, daha doğrusu düzünüzə sevindim. Getmişdin, elə bildim, nəsə itirmişəm, nəsə məndə çatışmamazlıq var, düzünü deyirəm. Çox dostlar, qardaşlar, və sən Başqaları ilə bütün çəkilmişsən. Mənə xəyanət eləmişsən. Onda gedək deyək. Düşmüş, ha. Hamı, deyirəm dostlar, mənim öz maşınım kimi də hər şey çalışır ki, kanalı düşməyə. Hara gedəcəksən? Üstəyə gedək də. Gedək də, bizən gedəcəm. Deyəm. Yığ da yığ. Telman maşını dırıllayır. Deyirəm ki, onu düzəltdirək. Xəcərətindən dırıldıyım. Telman illər keçsə də biz dost olaraq qalacaq. İnşallah. Allah birinci can sağlığı ömür versin. Balansını da bitir mənim.
Maşın Maşında salfetka Ha, var. onu da deyəcəydim bax sən. Maşında salfetka var. Yox. Yox. Su hamısına yaxşıdır. Meşəyə getmişəm Vay bura. vay vay vay. Özüdür Telman. Ha, özüdür. Gel burada belə saxla belə belə. Yavaş ciddi. Orada. Aa. Buna hara da bura? Telman hara getsən? Ay, nə qəşəng gül var burada. Və mən niyə əzirik? Telman qəşəng. Əzməyim, əzməm. Mən heç vaxt gülmə əzmərəm. Ha, özüdür Telman. Özüdür, özüdür. Gərək yeməyə bura gələrdik. Bəli. Telman nəyə girdin burada? Yavaş yavaş ver. Yavaş edin möhkəm. Biraz möhkəməyə baxarsın. Oo. Oba. Dursan. Olsa yuxarı qalxırıq. Ver ki. Qaz ver, qaz ver. Sağa. Aha, sağa. Ehtiyatlı. Ehtiyatlı. Bu siz tərəfdir bura. Bəli, bəli. Yox, bir səhv yox. Bu Hüznazlı olan, Hüznazlı kəndi olan tərəfdir. Gedir ha. Bir bax balıq olmusan buna. Ha, qəşəng gedir. Yaşıllıqdır. Çək ki oranı. Qurban olmam ha. Gözəlliyə bax. Talış dağlarını da görsənir. Allah rəhmət eləsin burada. Bir dənə şəhidimiz var. Allah rəhmət eləsin. Bilməm Şu düşdü. soyadı yazılır. Düşdü nə kanala? Dostlar, burada yerimizi dəyişirik. Dəyişirik. Yaşıllığa bax ha, buna bax ha. Necədir Telman? Hə Allah. Allah. Necədir? Qəşəng. Hamı tanıyır görürsən. Sağ olsun, var olsun. Sağ ol. Gəl Telman, buyur müəllim. Buyur. Ya Allah Telman. Getdi qardaş. Uşaqlar, bu arada bu gəzdiyim ölkələrdən aldığım şeylərdir. Buna pin deyirlər. Bəziləri var, bəziləri yoxdur. İnşallah o birisləri də alacağam. Vaqifdir, hə, Vaqif adı. Telman, gedirəm. Yaxşı, yaxşı. Görüşərik qardaşım. Yaxşı, salamat qardaş. Sağ ol, var ol. Masallı Göytəpə. Burada masallı sözdə yazıb da burada. Burada ayrıldıq. Burada ayrıldı. Görüşərik. Çox sağ ol. Sağ ol Özündən qardaş. müqayət öpər. Öpürəm. Mayın biri görüşəcəyik. İnşallah sənin səsin gələn yerə mən gələrəm. Başıma dönərəm. Sağ ol. Var ol.